Salam aleykum əziz dostlar. Bu günləri, günəşli günlərdən birində sizi salamlayıram. Deməli, dünənləri mənə yaxın bir dostum bir kaska hədiyyə elədi. Dedi ki, belə deyək, çənəsi açıq kaskadan istifadə eləmə. Sənin üçün bağlı bir kaska hədiyyə eləyirəm. Gəl götür. Dedi, demək olar ki, heç işlətməmişəm. Nəysə ki, mən artıq kaskanı söktürmüşəm. Sizə hal-hazırda təqdim eləyirəm. Baxın. Bu kleydən falan sökülüb, ona görə dünənləri özüm söktürmüşəm. Moto təmiri ilə məşğul olan uşaqlara sağ olsunlar, eynəyi də var, əlavə olaraq qoruyucu şüşəsi də var. Hər nəysə ki, mən indi gedirəm Luninin də görürsünüz hal-hazırda. Gedirəm Luninin də kaskasını, öz yeni kaskamı da rəngilətdirib moped rəngində eləməyə. İnşallah ki, gedirəm dostumun yanına. Sizi belə deyək, rəng çıxardan dostumla da tanış eləyəcəm. İlkindən gedək, inşallah yolda da kadrlar sizin üçün çəkib göstərəcəm. Maraqlıdırsa izləyin. Hələlik. Mehdiyabaddan hələ Fatmayı Mehdiyabaddan çıxana qədər adamın bütün da motosiklet sürmək istəyi ölür. Gərək gedim haradasa şəhərdə yer tapım, orada saxlayım, maşınla gedim götürüm. Orada şəhərdə sürüm, qurdumu öldürüm, sonra gətirim, qoyum yerinə. Sonra maşınla təzdən qayıdım obratno evə. Çünki yollar bütün kələ-kötür, hamısı aləm deyib bir-birinə. Gəldik, çıxdıq şəhərə nəhayət. Azadlıq prospektindəyik, Karl Marx yaxınlığında. Çətinliklə də olsa, düzdür, sürücülərimiz hələ hamısı da yol verməsə, yəni çox probka vaxtı sağdan keçməyə. Mən ara işləmirəm, çünki məndə lülka ilə da bilirsiniz, ara işləmək mümkün deyil. Həm də heç xoşlamıram ara işləməyi. Amma lülka ilə təbii olaraq sağla getmək probka vaxtı ləzzət eləyir də, sadəcə olaraq çətindir. Yol verən azdır deyə. İndi bilmirəm, küləkdir, bilmirəm nə dərəcədə mikrofon səsi ötürür. Amma yol verənlərə də buradan təşəkkür edirəm. Yolumuz Batandardadır. Ne yaxşı. Bu itlərdən xoşum gəlir. Xoşun gəlir? Adı nədir? Kimin? Cinsi nədir o itin? Hansı it? O itin. Bu? Xoşun gələn itin cinsi nədir? Bunlardan. Bunlardan başqa cinsi nədir? Yəni Hər biri için Xoşun gəldiyin şey haqqında məlumat yer. Spaner var. Buna bak, salam ver Ayqa. Salam ver. Ay sağ ol. Ayqa salam Malacı. ver də mən. Salam aleykum. El ayağınca ver. Salam ver, salam. Salam ver. Salam, salam. Salam ver. Ayağı qoyma qaqaş. Ha, gördün mü abi? Ben bunu İçsel seçim. sever. 4-5 minə. 185. 4-5 minə. Bravo, video çək. Yaxşı, sağ ol. Salam əleykum. Hanı İlkin? İlkin müəllim. Salam əleykum. Həri. Veçni. Жди, Луни. Hal-hazırda çəkilişdəsiniz. Neysən Nə var, nə Yox, yox? canım Kefin necədir? Necəsən, bırax? Kefin necədir? İşlər gücdə. Sağ ol, sən neysən? Sağ ol. Nətər gedir? Sağ ol, sən neysən? Canım başa Sağlıq, salamatçılıq. Gedir. Hə, şükür. Nətərdir? Ha? Hə? Nətərdir? Kimdir? Kim? Nəsə deyirdin? Bu deyirəm itlərlə məşğul olursan, ha? Hə, ayıb olar ki. Sizlər al bura. Kaskasına da onunla var. Bir götürə bin düşməsin. Neyən qarasın, neyən? Sağ ol. Bunun üçün almışsan buna? Hə, can? Bunun üçün almışsan? Hə, itlə gəzmək üçün almışam, çəkilişlər üçün. Fitnə də blogerik də biz. Ancaq burada. YouTube zad, hə. Abisi, bir dənə elə kadr çəkərkən səndən söhbət eləyək bu barədə.
şeydir, mənə lazımdır ki, bunu dünənləri mənə hədiyyə eləyiblər. Elə bir ki, 1-2 dəfə istifadə eləyib. Bunları sökdürmüşəm, ona görə belədir. Bildin nətər? O motosiklet ustalarına sökdürdüm. Mən istəyirəm ki, bunu belə eləyək. Orta ağ, yanlar belə. Ağıl nəşəsi? Tema olar, yox? Kim eləyəcək? Olacaq. Hacan, danışaq da, Malyarla danışaq. Nədir? Onun kim eləyəcək? Necə? Bir maliyyə eləməyəcək məsələn. Buranı skoçladıq, buranı rəylədik. Hə. Və nə edəcək? Hə? Effekt verməyəcək. Sən Allah bir dənə burası ağ olmazsan. Bax, bu zolaq var. Zolaqdan bura gəlir, bura kimi ağ, belə. Düzdür? Bir də buradan başlayır ağ. Bax, bura kimi ağ. Söhbət bilsən nədir? Hə. Elə bir adam yoxdur, dura bunun nazinlə oynayamam bizə başa düşdün? Ükə, buralar ağ getdi, buralar gəl göyədi, təzədən çıxartdı, təzədən optilatlanmalı, eyni vəziyyətdə. Elə bir adam lazım ki, onu üstə oynayaq. Bunu ancaq sən eləmək lazım. Hə. Bekar olanlar. Sən bir dəqiqə sənə vacındır bu. Bu dəqiqə yox, Nə sabah düşünə vacındır bu. 3-4 gün da belə. Bax, sən necə eləyə bilərdik? O şimdi bu zolaqdan qarşı buradan belə, buradan belə. Baxın, bura şimdi gəldi. Aha. Yo, bax bu zolaq. Bir dənə bu zolaq. Bu zolağın içi ağ oldu. Bax bura kimi. Bax belə. Düzdür? Bir də buranın içi. Bax belə. Bir dənə də yumruq belə. Belə də belə. Ay sağ. Bura ağ. Qalan hamısı yaşıl. O şu belə də buradan bura ağ. Ay sağ. Hə. Bir də buradan belə ağ. Qalan yerdə bura. Qalan hamısı yaşıl. Hə. Yaşıl da deyil, o indi onun mən mopedlə ona görə gəldim ki, bunun kraskasını çıxartmaq üçün. Şaşdın? Əgər mümkün deyilsə, sən heç olmasa bir dənə kraskasını çıxart ver mənə. Aha, kraskasını çıxart. Bildin nə demək istəyirəm? Gedim mən görüm kimdən. Hə. Yo bilirəm də, sən malyar deyilsən ki, qardaşım. Mən gəldim ki, səndən tövsiyə eləyim. Eləmək olar hə. Yarı-yarı eləmək olar hə. Ona görə deyirəm ki, sadəcə olaraq kraskanı mənə o miqdarda ver ki. Yox, onu demirəm. Bax. Bu reylənəcək, bu reylənəcək. Bir dənə də arxada elə bir ki bundan var, bundan. Yox, bunun ağıdır. Elə bir ki ona ağ lazım olmayacaq, yaşıl lazım olacaq ancaq. Bu kaska yaşıl olacaq. Bu kaska ortası ağ, qıraqları yaşıl. Onun kimi bu reydə, yəni hamısı bu reydə. Bu da həmin şey, bu da həmin şey, o da həmin şey, hə. Bax bundandır. İmennoy bundandır. Əzizlərim, çəkilişi saxlayıram. İndi biz kraskanı çıxardacaq inşallah. Demək olar ki, tutuzdurmuşuq rəngi. Özüdür. Hə, deməli, kraskamızı çıxartdıq. Sağ olsunlar. Pul da almadılar ki, ayıb deyilmi? İndi gedək, motosiklet ustamızla danışaq, görək nə deyir. Özü əyləyəcəksə elə, özü əyləsin. İnşallah ki, özü əyləyər, yaxşı olar. Hə, gəldik, çıxdıq Luni ilə Sovetskiyə. Bu Sovetskidə göstərim sizə. Tanış uşaqların yeri var, dost uşaqlardır. Burada motosiklet işi ilə məşğuldurlar. Motosiklet sökürlər, yığırlar, eləyirlər, nə istəyirsiniz eləyirlər. Gəldik, çıxdıq bura. İndi inşallah kaskaları aparım, verim sizlə bir yerdə ora. Loni, жди. Жди, Loni. Ay, salam əleykim. Yorulmayasın. Çəkirəm, problem yoxdur. Nətərdir vəziyyət? Yorulmayasan. Əliniz doldu, mənim də əlim doldu, bağışlayın da. Gözləyim bunu qoyum, görüşək. Ay Allah. Salam əleykim. Nətərdir burası vəziyyət? Hadi, necəsən? Şeydir, abisi, deməli, bu ikisini, bir də başımdakını, kaskanı, bir də itin o balaca kaskası keçən dəfə sənə göstərmişdim. Onu reyləyəcək. Şeydir, amma o dediyim qayda Totsunu mopedin rəngində. Prosta bir dənə orada elə bir ki, ağı da çıxartmışam.
yaşılı da çıxartmışam. Bir dənə bilmirəm onun adını. Dedi ki, o dərmanı dedi indi mən vursam, kraska quruyacaq. Hə, ona görə dedi vurmuram, onu haçan vuracaq kraskanı, onu da vurar da. Hə, vəssalam. İçi də məndədir. Bir dənə etin kaskasını da gətirirəm sənə. Neçə günə inşallah mənə təhvil versən? İnşallah 3 günə. 3-ünü də bu indi başımda qalacaq bu heç. 3-ünü 3 günə. Eşitdin də Fuad? 3 gün. Özdə deyir sənət əsəri. Telefonda deyir ki sənət əsəri. Hə? Maksimum 4 gün. Yaxşı. Amma çalışaq heç olmasa o qolvun dirsəyin altındakını 3 günə zada hazır oldusa yığ ki brat. Şeydir, gəl onu götür. Heç olmasa mən qalmayım da motosikletsiz yoxsa kaskasız necə fırlanım? Ya da bir 300-400 manatlıq kaska verin fırlanaq. Şeydir, onda geyim itin də kaskasını gətirim, yaxşı? Yaxşı. Hə, heç nə. Gedək onu da gətirək. Dostlar, gəldik çatdıq o günə ki, artıq bizim kasklarımız hazırdır. Hal-hazırda sizə kaskları göstərirəm. Bu da bizim kasklarımızın rəngdən sonra olan görüntüsü. Bu itlərimin kaskası, bu qonaq kaskası, bu isə necə deyərlər, mənim öz kaskam. Məncə möhtəşəm çıxıb, inşallah ki, şəhərdə də sizlə rastlaşarıq. Məncə mopedlə kaskanın eyni rəngdə olması çox gözəl görsənir. İnşallah siz də bəyəndinizsə, baxıb bəyənmə işarəsini basıb fikrinizi bildirməyi unutmayın. Görüşərik inşallah. Sağ olun.